Qlaukoma nə vaxt müalicə olunmağa başlamalıdır? Birinci qeyd etmişdik, qlaukoma asanlıqla qoyula bilən bir diaqnoz deyil. Qlaukoma diaqnozu qoymaq çox məsuliyyətli bir işdir. Amma bütün o etapları keçildi və artıq xəstəyə qlaukoma diaqnozu qoyuldusa, mütləq zaman itirmədən müalicəyə başlanmalıdır. Müalicənin məqsədi gözdaxili təzyiqi aşağı salmaq, İkinci, gözün arxasındakı sinirləri qorumaq. Üçüncüsü, xəstənin komfortunu təmin etmək. Bu nüanslar nədir? Əslində, bu üç ayaqdır. Dərman mütləq tökülməlidir. Dərmanı tökdük, dərmanın özünün diskomfortu, yəni gündə neçə dəfə töküləcək. Buradan bir haşiyə. Mümkün qədər, əgər təzyiq çox yüksək deyilsə, sıxlığı az olan dərman tökülməli. Yəni gündə bir dəfə. Elə dərmanlarımız var ki, 24 saat təsir göstərə bilir, effekt verə bilir. Mümkün qədər ilk başda o dərmanlarla başlamalıyıq. Çünki düşünün, bir ömür boyu gündə 2 dəfə dərman tökmək var və ya bir ömür boyu gündə bir dəfə dərman tökmək var. Yəni dəfəsi çox önəmlidir xəstə komfortu baxımından. İkinci, xəstənin narahatçılığı baxımından. Bəzi dərmanlar var ki, onlar gözdə kumulyasiya oluna bilir, diskomfort vermə ehtimalı olur. Quruluq verə bilirlər, göynəmə verə bilirlər, allergiya verə bilirlər. Ona görə mümkün qədər az dərmanla çox şey əldə etmək işinin dalınca gedirik. Yəni xəstələrin komfortunu artırmaqdan ötürü mümkün qədər quruluqdan nə qədər gecikdirə bilsək quruluğu gecikdirək, kumulyasiya verən dərmanları maksimum dərəcədə az istifadə eləyək. Yəni xəstə komfortu baxımından bu çox önəmlidir. Üçüncüsü, qeyd etdiyim kimi, mümkün qədər qlaukomada ən önəmli mövzu sinir qoruma olduğuna görə təzyiqi aşağı salmaqla bərabər mümkün qədər, əgər artıq sinir zədələnməsi ciddi səviyyələrdədirsə, mütləq sinirin zədələnməsini önləmək, sinirin qidalanmasını yaxşılaşdırmaqdan ötürü kombinativ dərman müalicələri əlavə etmək. Ümumiyyətlə, mənim prinsipim olaraq mümkün qədər çox dərman verməməyə çalışıram, amma bu qlaukomalı xəstələrdə bunlar uzun müddət dərman istifadə edəcəklərinə görə bu nüansları nəzərə alıb qoruyucular da vermək məcburiyyətində qalırıq. Yəni, qlaukoma diaqnozu qoyulduğu gündən artıq müalicəyə başlanmalıdır.